Doktor, mənə dedilər ki, belində fəqərarası disk yırtığı var və sən mütləq əməliyyat olunmalısan. Mən isə əməliyyat olunmaq istəmirəm. Mən nə edə bilərəm? Bu kimi şikayətlərlə tez-tez pasiyent müraciətləri olur. Əziz pasiyentlər, unutmayın ki, beloma nahiyəsinin fəqərarası disk yırtıqları zamanı cərrahi əməliyyat ən son çarədir. Belə ki, bu diaqnoz qoyulubsa 80% hallarda müalicə olunandır. Müalicə biopunktura, farmakopunktura və ya hemosiniatriya metodu ilə yanaşı kimyəvi preparatlarla birgə aparılır və bu müalicəni mərhələli şəkildə apardıqda yırtığın ölçüsünün 2-3, bəzi hallarda 4 mm kiçilməsinə nail olmaq mümkündür. Biopunktura metodu nədir? Biopunktura metodu bioloji aktiv maddələrin və ya preparatların bioloji aktiv nöqtələrə yeridilməsidir. Bu zaman fəqərarası diskdə yaranmış susuzlaşma prosesi aradan qalxır, yəni fəqərarası disk sulanır, qidalanır, ətraf toxumalarda iltihabi proses aradan götürülür, qan dövranı yaxşılaşır və nəticədə əzələlərdə yaranmış spazm da aradan götürülür. Sizin də bu cür şikayətləriniz varsa, vaxtında həkim nevroloqa müraciət edib müalicə alın. Cərrahi əməliyyatı unudun.